Demək, sosial mediada bir şəhid anasının şəhid adına yaraşmayan, qadın adına, ana adına yaraşmayan bir videosu paylaşılıbdır. Videodan da göründüyü kimi kişini üzr istədir, kişini dizin süründürür, kişini vurur və s. Yəni, yəqin ki, çoxunuz həmin videonu görübsünüz. Və cəmiyyət olaraq bizim reaksiyamız necədir? İlahi, bir şəhid anası bunu necə edə bilər? Baxın dostlar, yanlışımız buradadır. Müqəddəs olan şəhidlikdir. Müqəddəs olan şəhidin ruhudur. Müqəddəs olan şəhiddir. Heç bir şəhidin ailə üzvü, atası, anası, bacısı, qardaşı müqəddəs deyil. Biz şəhid valideynlərinə hörmət edirik. Şəhid anası başımızın tacıdır deyirik. Niyə deyirik? Çünki əziyyətlə dünyaya gətirib böyütdüyü, boya başa çatdırdığı övladı bizim üçün şəhid olub. Məhz buna görə. Amma bir ananın övladı şəhid oldu deyə o qadın müqəddəsləşmir. O qadın ilahiləşmir. O qadın mükəmməl olmur. Məsələn, bir qadın deyək ki, yalançıdır. Fırıldaq əməlləri var. Ona buna pul atır, oğurluq edir. Və günün birində bu qadının böyütdüyü oğul vətən uğrunda şəhid olur. Və övladı şəhid statusu qazandığı andan şəhid anası statusunu alır. Bu o deməkdirmi ki, bu qadın artıq düzgün, müqəddəs, təmiz, dürüst bir qadına çevrildi? Xeyr, çevrilmədi. O sadəcə şəhid anası statusu aldı. Və deyəcəksiniz ki, şəhid anası bunu edəməz. Niyə edə bilmir ki? O axı şəhid anası olana qədər onun bir həyatı, bir xarakteri olub da. Ona görə də şəhidləri müqəddəsləşdiririk, amma şəhid valideynlərini müqəddəsləşdirməyin. Şəhid anası müqəddəs insan deyil. Övladı müqəddəsdir. Şəhidin anası olduğuna görə biz ona hörmət edirik, dəyər veririk və salam. Və bəzən o qədər bu şəhid ailələrinin sözün əsl mənasında hədlərini aşan əməllərini görürük ki, şəhid adından o qədər sui-istifadə edən ailələr görürük ki, biri maşına yazır, yapışdırır, şəhidin xalası oğlu. Biri maşına yazır, yapışdırır, şəhidin əmisi oğlu. Əmin oğlu şəhid olubsa buna sənə nə? Şəhidin əmisi oğlu xüsusi hörmət istəyir. Şəhidin əmisi qızı gedir bir alış-veriş eləməyə bir mağazaya. Mənim oğlu şəhid olubdur, gözləyir ona endirim ola. Və onu da xüsusən qeyd etməliyəm ki, birinin şəhid anası olmaq, bu onu digər insanlardan hüquqi baxımdan daha üstün etmir. Bu demək deyil ki, biri şəhid anasıdırsa, istədiyi vətəndaşı istədiyi kimi davrana bilər, istədiyi vətəndaşı təhqir edə bilər, alçalda bilər. Heç bir şəhid anasına belə bir haqq verilməyibdir. Bir kosmetolog danışır ki, bir qadın müraciət elədi ki, mən şəhid anasıyam, üzündə ət xal var idi və mən təbii ki, o proseduru pulsuz elədim. Sonra şəhid anası gedir, gəlir, qaşımı yuxarı qaldır, gedir, gəlir, üzümə botoks elə pulsuz, dodaq dolğusu deyir, ondan 2 dəfə eləmişəm, dodağını böyüdüb nə boyda eləyib, şəhid anasıdır deyə hər şey pulsuz elətdirə bilməz ki. Amma elə bir gözləntisi var, o hesab edir ki, şəhid anasıdırsa, bütün prosedurlar hamısına pulsuz olmalıdır. Baxır, nə pulsuz olmalıdır? Axı, dodaq dolğusu həyati vacib bir məsələ deyil ki, sən onu kosmetoloqa gedib 5 dəfə dodağını il ərzində böyüdürsən və düşünürsən ki, bu pulsuz olmalıdır. Bu qədər də şəhid adından sui-istifadə edilməməlidir. Və bugün şəhid adına layiq, şəhid adına yaraşan şəkildə özünü aparan şəhid anaları, şəhid həyat yoldaşları var ki, başımızın tacıdırlar. Onlarla qürur duyuruq.